Günlərin bir günüdür, 90-cı ildir. 90-cı il. Mən də 71-ci iləm. Neçə yaşım olur? 19. Gəncədə məclisdəyəm. Bir yaşlı kişi oturmuşdu. Atadan da orada meyxana deyildi, anadan da. Mənə bir dənə qayıtdı, dedi, həmin yaşlı kişi. Dedi, Məştağılı balası. Bunu meyxana ilə deyirsiniz də, bütün şairlər də yazır. Ata belə, ana belə. Sən meyxana ilə, qəzəllə deməklə. Sənin aləmində ana güclükdə həyatda. Kişi, ata da yəni. Dedim, əlbəttə ki, ana, fikirləşmədən. Dedi, nəyə görə deyirsən bu sözü? Dedim, bilsən nəyə görə? Biz kişilər dedim, qarnımız ağrıyanda nahadı qaçır rəhətxanaya. Ancaq analarımız 9 ay dözür, saxlayır orada, qaçmır. Haçan vaxt Allah ona özü rəva bilir, onda necədir? Analara alqışlayək, analara alqışlayək. İndi mən ana üçün deyəcəm ki, səndən dastan yazsam yenə az olar. Səndən dastan yazsam yenə az olar. Çəkmisən min əzab, əziyyət ana. Səni görən gözlər heyrətdə qalar. Başın çox çəkibdir müsibət ana. Bu yollar şahiddir, nələr çəkmisən. Həyat yollarına cığır salmışsan. Sən mənim ömrümə güllər ekmisən. Özünüzü solmusan, viran qalmışsan. Dilim çox acizdir, danışsın səndən. Danışmaqla bitməz bu bu fəryad. Canımı sənin üçün alsalar məndən, yenə də olmaram, borcundan azad. Olsa da qardaşım, olsa da bacım, ananın dünyada öz yeri vardır. Ana varsa demək, yox ehtiyacım. Anasız bu dünya soyuq məzardır. Olmusan ey ana, illər yorğunu, min əzabla keçir ömür yolların. Namərdən bir zaman unutsan bunu, bu yaşda yüksəkiyir sənin qolların, bu yaşda yüksəkiyir sənin qolların.